Əziz dinləyicilərimiz, növbəti musiqimizi isə bu ilin son zəng məhsullarını həsr edirik. Mənim adım Arda, mənim 7 yaşım var. Mən 3 yaşımdan futbola başlamışam. Topla rəftarını gördüm, atasına dedim ki, bundan yaxşı futbolçu çıxar. Atası da özü əvvəl futbol oynayıb, hələ Xaçmaz Həvəskar Liqasında travmadan sonra futbolunu davam etdirə bilməyib. Yəni onlar da futboldan anlayışlı adamlardır. Göstərəndə ki, ayağın içindən bələ vermək lazımdır, ayağın üstündən topu vurmaq lazımdır və yaxud topu aparmağı göstərəndə, top çilənmək, onlara hamısını tez qavrayırdı və ümumi futbol oynayanda da əsas uşaq futbolu sevirdi. Hiss edirdim ki, uşaq topu verəndə topdan qaçmır, topu sevir. Və yavaş-yavaş Arda öz yaşdakı uşaqlardan fərqlənməyə başladı. Meydançanı bir balaca böyüdəndə Arda gördüm ki, daha rahat dribling eləyir, daha rahat şəkildə öz yaşıdlarını keçir. Maşallah Arda'nın həm sağ ayağı yaxşı işləyirdi, həm sol ayağı işləyir. Ondan əlavə başı da futbol mənasında çox yaxşı işləyir. Qarabağ klubunda balaca yaş komandasında oynayır. Biz Bakıya mal aparırdıq, meyvə aparırdıq, meyvəli bazarına.
Orada onların Instagram səhifəsində gördüm ki, 2018 təvəllüdlərin seçimi var. Oradan onu götürdüm Qarabağ Akademiyasına. 15-20 dəqiqə yoxladılar uşağı və seçdilər. Həmin günü də bizi buraxmadılar, yəni müqavilə imzalatdılar. Elə oldu, Qarabağa seçildi akademiyaya. Mən Volqanı qol sevincəli sərgiyə Bir zərbə və aldı Babayevdən daha bir mükəmməl gol gəlir. Babayev mükəmməl renkdən də mükəmməl gol! Arda Babayev! Belə uşaqlar var ki, çoxsu, əksəriyyəti utanır, sıxılır, yəni rəqib başqa uşaqlar görəndə, başqa məsələn insanlar görəndə sıxılır. Arda elə deyildi. Gələn kimi topu istədi, götürdü, dedi ki, mən futbol oynamaq istəyirəm. Elə vaxt olurdu ki, futbol oynayan vaxtı yorulurdu. Məsələn, gedib qumla oynayırdı orada. Ona da icazə verdi ki, yəni tək ki futboldan bezməsin. Uşaqlarda belədir ki, yəni sən məcbur eləyə bilmərsən. Çünki uşaq gəlir birinci növbədə bura futbol oynamağa. Sən əgər ona ancaq məşq keçsən, yox bunu belə eləməlisən, uşaq bezər. Ona görə bir balaca məşq keçdin, gördün ki, futbol istəyir, verməlisən futbol. Hə, gördün ki, bir neçə müddətdən sonra uşaq futbola xəstələndi, futbolu əsl istədi, artıq sən məşqləri verə bilərsən. Adını özüm qoymuşam. Arda Turandan götürdüyü adın xoşuma gəlirdi. Ondan sonra gördüm ki, həqiqətən də Arda Turan kimi futbola çox həvəsi var. Sonra Arda Gülər oldu. İndi də ona pərəstişlik eləyir, baxır. Yəni, belə bir potensialla, belə gözləntimizlə davam eləsə, Allahın izi ilə onu nəinki bizim klublarda, Allahın izi ilə onu xarici klublarda da görə bilərik. Çünki hələ bir gözləntimiz var. İnşallah ki, milli komandada da oynayar, layiqincə təmsil eləyər. Azərbaycanda Qarabağ azərkeşlik edirəm. Avropada Modricə baxır, Qarabağdan Bikalyoya baxır, Yankoviçə baxır, orta mövqedə oynamağı çox sevir, top paylamağı, topu özündə biraz saxlamağı çox sevir, aldatmağı üstünlük verir, ara paslarından çox istifadə edir. Dünya çempionatı gedir, demək olar ki, əksəriyyət oyunlarına, tez olan oyunlara, saat 11-də olan oyunlara baxır. Oradan da nəsə öyrənməyə çalışır. Atası həddindən artıq çox dəstək göstərir. Yəni, tək burada məsələn, mən məşqi keçdim, bitirdim. Atası onu məsələn, aparır evə, bir saat, 2 saat istirahətdən sonra tezdən kəndin stadionunda aparıb məşq elətdirir. Yəni, orada kənd uşaqlarına futbol oynayır, uşaqlar olmasa belə atasıyla özü məşğul olur topla. Mən həm də atasına demişəm ki, topdan başqa, yəni artıq belə deyildi, balaca yaşlıdır, yəni fiziki elə bir şeylər olmasın. Yalnız topla işləsin, dribling eləsin, keçsin, allatsın, qapıya zərbə vursun, çiləsin. Ancaq topla hələ ki, bu yaşda məşğul olmalıdır. Mənim məsləhətim odur ki, yəni bütün valideynlər Ardanın valideyni kimi, yəni uşaqlarına dəstək olsa super olar, əla olar. Çünki valideynin dəstəyi, müəllimin dəstəyindən əlavə çox lazımlı bir şeydir ki, bu yaşda ki, uşaq inkişaf daha yaxşı eləsin.
Əlbəttə ki, hər bir valideynin arzusudur ki, yürüdüyü bu yolda zədəsiz, bəlasız, daimi uğurlar bol olsun. Bir ata kimi, valideyn kimi arzum odur. Yüksək klublarda Azərbaycanımızı, bayrağımızı daimi yüksəklərdə tutsun. Heç nə adi bir uşaq idi. Gəlib, çox balaca yaşda gəlib, işləyib, atası da kömək eləyib, müəllim də. Ümumi mən icazə vermirəm o uşaqlar, balaca uşaqlar oynayanda onların işinə qarışmağa. Ya atasına, ya məşqçilərə də deyirəm, qoy üzü üçün oynasınlar, həzz alsınlar futboldan. Perspektivdə bu yaşda danışmaq olmaz. Ancaq görünür, futbola çox meyillidir. 90% uşaqlar futbol oynayacaq. İkisi əsas millidə olub, Tural Cəlilov, Xəyal Aliyev. Bizim planlarımız Azərbaycan futbolunu inkişafına işləmək. Yaxşı futbolçuları hazırlayıb klublara vermək. Bütün klublarda şagirdlərimiz oynayır. 10 il sonra mən istəyərdim ki, o uşaqlar çoxsu Azərbaycan milli komandalarda, hər yaş qrupunda oynasınlar. Biz də sabahda məşğul oluruq, məşqçilər sabahı filialında işləyirik. İstəyirik bütün uşaqlarımız sabahda oynasın, Neftçidə, Qarabağda, Azərbaycan futbolunda, xarici klublarda.